33-cü transfer radarı, salam Ziya, necəsən? Salam Rafael, yaxşıyam, sən necəsən? Mən də yaxşıyam, çox sağ ol. Özün necə hiss edirsən? Belə də istilərlə. İstilərlə bir yola verirsən. Əsas o da hər şey qaydasındadır. Ziya, bilirəm ki, çoxlu xəbərlərlə gəlmisən. Sözü uzatmadan verirəm sənə, buyur. İzləyicilərimizi salamlayıram. Foodcast TV olaraq ötən verilişdə bildirmişdik ki, bu dəfə sizin qarşınıza 12.000-dən çıxmaq istəyirik. Çox yaxşı abunələr gəldi, ancaq 12.000 ola bilmədik. Hal-hazırda 11.892 izləyicimiz var və bizim cəmi 108 izləyici qalıb ki, biz 12.000 olaq. Mən inanıram ki, bu veriliş efirə gedəndən sonra 1 saat, 2 saat sonra biz artıq 12.000 olacaq. Biz sizə inanırıq. Kanalı bəyənin, paylaşın videolarımızı, rəy yazın ki, daha çox adamlara çata bilək. Və bu arada Instagram səhifəmizdə izləyin ki, Instagram səhifəmizdə də ən tez transfer xəbərlərini, story və hekayə və post hissəsində paylaşırıq. Foodcast.tv. Eyni YouTube-la adımız eynidir və YouTube-un açıqlama hissəsində link var ki, Instagramın üzərinə basıb keçid edib izləyə bilərsiniz. Başlayaq. Başlayaq Ziya. Belə Azərbaycan futbolunda bir ilkə imza atıldı. Camilo Duran 6 milyon avroya Celtic klubuna transfer oldu. Və ilk dəfə Rafael elə Instagramda bildirmişdik bunu. İlk dəfə bu xəbəri Azərbaycanda yayımlayan Foodcast TV oldu. Yəni bunu köhnə transfer radarlarından da görə bilərsiniz. Ümumiyyətlə transferdə Camilo Duranın adı hallanmazkən biz bu transferi tapdıq. Şotlandiyadan etibarlı mənbələrdən danışdığımız və bildiyimiz mənbələrdən verilən məlumata görə çatdırdıq. Artıq Camilo Durana təklif olacaq. İlkin transfer təklifi 2.5 milyon avrodan başlayıb, daha sonra 3.5 milyon avroya qalxdı, 4 milyon avro oldu. Artıq son olaraq Qarabağ 6 milyon avroda belə deyək dayandılar və Camilo Duran Azərbaycan futbol tarixində bundan öncə Juninho idi və artıq indi Camilo Duran Qarabağ tarixinin ən bahalı transferi oldu. Foodcast TV olaraq bu xəbəri də sizə çatdırmaqdan doğrudan qürur hissi duyuruq. Bir insider, bir transfer xəbəri verən şəxs ən birinci olub və onun verdiyi təxminlər düz olduqda biz də özümüzü qürur hissi və xoşbəxt sayırıq sizlərin sayəsində. Amma onu da qeyd edim ki, Instagramda biz onu paylaşanda çox adam yazır ki, bu heç bir xəbər yoxdur, siz bunu hardan uydurursunuz? Amma görünən odur ki, bəli, 20 gün sonra bizim dediklərimiz hər biri həqiqət oldu. Həqiqət oldu və artıq Camilo Duran Celticdə hətta ilk məşqinə də çıxıb. Biz verilişi çəkən gün Qarabağda bu transferi Camilo Duranı açıqladı. Camilo Duranla sağollaşdı. Belə deyək, qazanan burada Qarabağ oldu. Ötən mövsüm 200 min avroya gələn bir futbolçu hal-hazırda 6 milyon avroya hər hansı bir kluba və Avropa klubuna transfer olursa, bu doğrudan da Qarabağın uğurudur. Qarabağ futboldan da başqa scout sahəsində də bu uğuru saymaq olar. Hər alınan oyuncu tutacaq, hər alınan oyuncu keyfiyyətli olacaq deyə bir şey yoxdur. Bu futboldur və Duran bu nəticəni göstərmişkən artıq bu futbolçu mütləq şəkildə satılmalı idi. Mən də onu istəyirdim ki, satsın Qarabağ və Qarabağ biraz da vitrinə çıxsın. Çünki Qarabağ və Qarabağın fonunda digər Azərbaycan klublarına artıq maraq var idi və bu arada onu da bildirim ki, Durandan öncə Celtic Aaron Malda üçün də təklif göndərmişdi. Ancaq Sabah rəhbərliyi, Sabah klubu Çempionlar Liqasında iştirakına görə bunu birbaşa qapını bağladılar ki, biz hələ ki bu futbolçunu satmaq istəmirik. Daha sonra isə alternativ seçim Camilo Duran oldu və Camilo Duranın transferini bitirdilər. İndi isə keçək digər bir transferə ki, hansı ki, Rafael, ötən transfer radarında, cəmi bir həftə bundan öncə çəkdiyimiz transfer radarında biz Cəbrayıl Makreçkisin Qarabağa keçəcəyini bildirmişdik. Və elə post paylaşanda da, bayaq qeyd etdiyim kimi, postun altında story şəkillərini atırdılar ki, Cəbrayıl Makreçkic İstanbul Hava Limanından status paylaşmışdı. O hekayəni post hissəsinə atmışlar, bizə komment hissəsinə bir çox. Sonradan Makreçkis gələndə artıq o rəylərin hamısı silindi. Bütün rəyləri sildilər. Bildirirdilər ki, yanlış məlumat verirsiniz. Cəbrayıl artıq Samsun Spora keçir. Biz isə artıq sadəcə bildirmək istəyirik ki, fake xəbər verməklə biz nəsə əldə etmiş olmuruq və bizim verəcəyimiz hər bir transfer xəbərinin də gerçəkləşməmək payı var. Yəni bu transferdir. Hətta futbolçu Qəbələ modelini deyim də, elə Qəbələ Seydina Keita ilə rəsmi şəkildə açıqlama verdi ki, müqaviləni uzatmışıq. Təxminən bir həftə 10 gündən sonra rəsmi şəkildə açıqlama verdi ki, futbolçuyla yollarımızı ayırdıq.
Bəli. Yəni bu 10 gün içində gerçəkləşən bir haldısa, transferdə son ana qədər hər bir şey ola bilər. Biz sadəcə ehtimallar üzərindən danışırıq, ancaq səhv bir məlumatları da sizə satmaq heç bir fikrimiz yoxdur və Cəbrayıl Makreçkis də Qarabağa gəldi və Qarabağ Vestri ilə oyundan sonra Qurbanov açıqlama vermişdi ki, biz daha bir futbolçunu bütün qapıcıdan başqa bütün mövqelər üzrə futbolçu axtarışındayıq. Yəni bu futbolçu axtarışında əsas axtarışlardan biri də sol ayaqlı mərkəz müdafiəçisi idi ki, bunu da Qarabağ artıq Bosniya millisinin üzvü Nihat Mujakiçi heyətə cəlb etməyi də həll etməyi düşünür. Bəlkə də biz videonu çəkərkən, yayıma gedərkən açıqlana bilər bu transfer. Açıqlanmaya da bilər, amma açıqlanmaq ehtimalı daha çoxdur. Futbolçu ilə və klubu ilə hər bir şərtdə razılaşma əldə ediblər. Kimdir Nihat Mujakiç? Sol ayaqlı mərkəz müdafiəçisidir. Bəzən sol cinahda da oynaya bilir. Ancaq bir qədər taran tipli, hündür, 1,89 m boya malikdir. Sürətli olmadığına görə müdafiənin mərkəzində daha effektlidir. Bosniya millisinin üzvüdür. Dünya çempionatına aparılmışdı bu futbolçu. Ancaq təəssüf ki, heç bir oyunda şans vermədi baş məşqçi ona. 1,1 milyon avro hal-hazırda dəyəri var və klubla bir illik müqaviləsi var. Klubu ilə bir illik müqaviləsi var dedik. Bu hansı klubdur? Hal-hazırda Partizanda çıxış edir. Partizan klubuna malikdir Nihat Mujakiç. Son mövsümü Eyüpspor və Qaziantep'də oynayıb. Hətta Neftçi ilə yoldaşlıq görüşündə də iştirak ərizəsinə salınmamışdı bu futbolçu Partizan heyətində. Ankara gücündən Partizan bu futbolçunu almaq üçün 900 min avro pul ödəmişdi. Ancaq Partizanda bir mövsüm oynadıqdan sonra Partizan icarəyə verdi. Artıq planlarından çıxartdı bəlkə də baş məşqçi bu futbolçunu. Məncə Qarabağın oyun planına, oyun sxeminə uyğun gələn bir futbolçu olacaq. Artıq detallar razılaşdırılıb. Qeyri-adi nəsə baş verməsə Nihat Mujakiç Qarabağın epizod 9-cu epizodu olacaq. Bəli. Bu il ümumiyyətlə Qarabağ bir qədər marketinq sahəsində də inkişaf əldə edib. Şükür ki, Sabahın marketinqdə inkişafından sonra Qarabağda baxdı ki, kreativliyi lazımdır. Bu kreativliyi də bu transferlərlə belə deyək ki, taclandırırlar. Və Rafael elə Qarabağ Vestri üzərində 3-0 hesablı qələbədən sonra çox əla, möhtəşəm ab-hava var idi. Qurban Qurbanov azarkeşlərə təşəkkürünü bildirdi. Doğrudan da azarkeşlərə mən də Foodcast TV adından öz təşəkkürümü bildirirəm ki, birinci mərhələ və Avroliqa olmasına baxmayaraq stadionu tam olaraq demək olar ki, doldurmuşdular. Və Qurban Qurbanov açıqlama verdi ki, Matheus Silva komandada qalır və bunu nəyin üzərindən etdi? Matheus Silva Braziliyanın Lans nəşrinə açıqlama verib ki, mən Azərbaycanda yaşadıqlarım üçün çox minnətdaram. Burada həm insan, həm futbolçu kimi inkişaf etdim. Amma hiss edirəm ki, karyeramı Braziliyada davam etdirmək istəyirəm kimi bir açıqlamalar verib. Yəni, kifayət qədər bu verilən açıqlama getmək istəyirəm, mənə icazə verin açıqlamasıdır. Ancaq Silvaya bir illik müqaviləsi var. Bəlkə də bildiriblər ki, qal da, yəni bu il sən bizə lazımsan, qalmalısan. Və elə müsahibəsinin sonunda da qeyd edir ki, Braziliyaya qayıtmaq və orada yenidən çıxış etmək məni çox motivasiya edir. Amma Qurbanov oyundan sonra açıqlama verir ki, Matheus Silva bizimlə qalır. Matheus Silva heç yerə getməyəcək. Bir illik müqaviləsi var, 28 yaşı var bu futbolçunun. Müqaviləsinin yeniləməsi azad agent kimi gedəcək. Qarabağ artıq burada iki seçim var. Azad agent kimi futbolçunu göndərmək və yaxud da indi satıb pul qazanmaq. Məncə Qarabağa hal-hazırda pul prioritet deyil. Çünki qarşısında Avropa Liqasına düşsə qazanacağı məbləğlər var. Ona görə Silvanı komandada saxlamaq istəyirlər. Bundan əlavə bilir ki, Yasin Benzia da klubundan ayrıldı. Julio Ramao da Ferencvaros'dan ayrıldı. Hər ikisi azad agentdirlər. Ancaq Qurbanov bildirib ki, nə Benzia, nə Ramao'nu transfer etməyəcəyik. Ümumiyyətlə biz Rafael Vestri ilə oyunu izlədik. Yarım müdafiədə Kadi, Yankovic və Pedro Bicalio idi. Ehtiyatda isə yalnız Labato var idi. Labato da Yankovic'i əvəz etdi. Dayaq yarım müdafiəçisi şərtdir. Çünki biz bilirik ki, Kadi dayaq yarım müdafiəçisi deyil. Pedro Bicalio 8 nömrə kimi oynayır. Yankovic 8 nömrə kimi oynayır. Yəni burada sərtlik yoxdur. Sərtlik yoxdur, topu alacaq bir oyunçu yoxdur. Ona görə Qurban Qurbanov mütləq şəkildə dayaq yarım müdafiəçisi istəyir. Ötən verilişdə Lucas Ventura'nın adını bildirmişdik. Lucas Ventura
Qurban Qurbanov çox israrla istəyir bu futbolçunu, ancaq Hapoel Berşeva buraxmaq istəmir. 1 illik müqaviləsi var. Amma Qurban Qurbanov bütün şərtləri hal-hazırda bütün düymələrə sıxır ki, Venturanı gətirsinlər, amma çox pul da ödəmək istəmir 1 illik müqaviləsi qalan futbolçuya görə. Hapoel Berşeva Lukas Venturanı saxlamaq istəyir, yeni müqavilə imzalamaq istəyir. Hələ ki oyunçu da buna isti yanaşmır. Ümumiyyətlə oyunçu məncə seçim astanasındadır ki, kimi seçim və klubun buraxmasından da çox şey asılıdır. Necə ki Silvanı hal-hazırda Qarabağ buraxmır, Yankoviçi Qarabağ buraxmır. Eyni halı Lukas Ventura, Hapoel Berşevaya aid etmək olar. Yəni şərtlər alınsa, Qurbanov bu futbolçunu transfer edəcək. Əgər olmasa, başqa bir dayaq yarım müdafiəçi gələcək və Yankoviç məsələsinə bir çox izləyicilərimiz soruşur ki, Yankoviç məsələsi nə yerdə qaldı? Qarabağın Yankoviçlə 1 illik bilirik ki, müqaviləsi var. Çox bildirmiş ki, Konyaspor bu oyuncu ilə maraqlanırdı. Və Yankoviçin müqaviləsində elə bir bənd var. Müqaviləsinin sonuna 1 il qalmış. Qarşı tərəf 1 milyon avro ödəyərsə, Yankoviçlə danışıb sərbəst qalmaq hüququna malikdir. Konyaspor Qarabağda aldığı maaşdan daha çox maaş təklif etmişdi Yankoviç, amma bildirdi ki, klubunla danış, mən 1 milyon avro ödəmək istəmirəm. Transfer məbləğini çox aşağı çəkin, biz sənə transfer edək. Qarabağ buna razılaşmadı. Qarabağ artıq Silva transferində olduğu kimi pulu yox, hal-hazırda heyəti düşünür Qurbanov uğur qazanmaq üçün. Sabahın ötən mövsüm Qarabağı çempionluqdan kənarlaşdırması bir qədər Qarabağda yaxşı oldu, aqressiya yaratdı ki, Qarabağ çempion olmaq istəyir yenidən növbəti mövsüm. Ona görə Yankoviçi saxlayıblar, Yankoviçi bir çox reklam çarxlarında da oynadılar. Yankoviçi bir qədər komandaya adaptasiya etmək istəyirlər yenidən. Futbolçu özü də bildirmişdi Serb mətbuatına. Artıq mən Qarabağda motivasiyamı bir qədər itirmişəm, amma görünən odur ki, bir qədər motivasiya edə biliblər. Qarabağ haqqında Rafael bu qədər. Qarabağ haqqında xəbərlərin bitdiziyə, onda keçək digər böyük klubumuza Neftçiyə. Bilirəm ki, Neftçidən də xəbərlər var. Buyur, söz səndədir. Neftçidən xəbərlər var. Bir xəbərimizi də Instagramda paylaşmışdıq. Bu arada Instagram səhifəmizi izləyin. Dərhal transfer xəbərlərindən daha tez məlumat tutun. Pedro Marquez bu xəbəri təxminən bir ay öncə bir çox səhifələr paylaşmışdı. Neftçi bu futbolçunu gətirə bilərdi. Ancaq son anda bir qədər görüşmələr axsadı. Kimdir Pedro Marquez? 28 yaşı var. 1,81 m boya malikdir və azad agentdir hal-hazırda. Portuqaliya vətəndaşıdır. Son klubu olub Apollon Limassol klubu olub. Transfer dəyəri hal-hazırda 800.000 avrodur. Nijmegen'də oynayıb, Gil Vicente'də oynayıb. Son 3 ili Apollon'da oynayıb, 33 oyun keçirib və 15 qolla yadda qalıb. Və Pedro Marquez'in Neftçiyə gəlməsi, belə deyək, bir qədər sual altındadır. Neftçi tərəfi və bundan əlavə digər 1-2 klub da bu futbolçuyla danışıqlar aparır. Futbolçunun gecikdirməkdə əsas məqsədi Rafael odur ki, hər hansısa bir klubdan daha çox maaş alsın. Azad agentdir və daha çox maaş qazanacağı bir kluba getmək istəyir. Futbolçunu da başa düşmək olar, burada klub tərəfində başa düşmək olar. Neftçi bir qədər bu transferi, belə deyək, boşlamışdı, ancaq hal-hazırda yenidən Pedro Marquez ilə görüşmələrə gedir. Neftçi hal-hazırda bir çox futbolçu ilə görüşür. Yəni bir çox tərəfə yönəliblər, istəyirlər ki, bu ili Bernudubun istəyinə uyğun olaraq yaxşı futbolçularla gücləndirsinlər. Bu futbolçulardan biri də Çempionlar Liqasında Arsenalın qapısına qol vurmuş futbolçudur Ricardinho. Ricardinho kimdir? 25 yaşı var. Son mövsümü Kayratda keçirib, Viktoria Pilsenə məxsusdur. 2024-cü ildə Levski Sofiyadan 1,2 milyon avroya Viktoria Pilsenə keçmişdi. Və bu futbolçu ilə artıq görüşmələr çox üst səviyyədədir. Yaxın vaxtlarda bu futbolçunun transferini Neftçi açıqlaya bilər. Elə Footcast TV Instagram səhifəmizdə də təxminən 4 gün öncə bu xəbəri paylaşmışdıq. Pilsen'də əsas komanda ilə 5 oyuna çıxıb. Pilsen B-də isə 5 oyuna çıxıb 3 qolla yadda qalıb. Daha sonra o Maccabi Hayfaya icarə verilib, daha sonra Kayrata gəlib. Kayratda 32 oyuna çıxıb, 3 qol, 1 asistlə yadda qalıb. Və maraqlıdır ki, Rafael 15 Çempionlar Liqası oyununa çıxıb Kayratla bu futbolçu. Liqada isə bu oyunlardan az oyuna çıxıb. Yəni Kayrat bu futbolçunu Çempionlar Liqası üçün düşünürdü. Yəni Çempionlar Liqasında da Arsenal'la xatırlayırsan 3-2'li bir oyun var idi ki, Kayratın heyətində qol vuranlardan biri də Ricardinho idi. Arsenal'a yeganə 2 gol vuran komanda.
Bəli. Sağ cinahda oynayır, hücumda 1 il müqaviləsi var. Hər hansı bir transfer məbləği ödəyəcək Neftçi bu futbolçu üçün. Məncə yaxşı transfer olacaq. Çempionlar Liqası təcrübəsi var, Avrokubok təcrübəsi var. Kayratda oynayıb ki, hansı ki bir qədər Qazaxıstan çempionatı da sərt çempionatdır. Süni örtükdə də oynayırlar orada. Yəni bu futbolçu bir qədər öyrəşir. Belə fikir versək, bayaq ona əbəs yerə toxunmadım ki, 15 Çempionlar Liqası oyununa çıxıb. Öz daxili çempionatda çox oyunçunu oynadıb zədələmək və ya gücləmək istəməyiblər. Neftçi üçün mənim fikrimcə doğrudan da kifayət qədər yaxşı bir transfer olacaq. Nəsə qeyri-adi, force major hallar baş verməsə, Neftçi yaxın günlərdə Ricardinho transferini açıqlayacaq. Və Neftçi haqqında da bu qədər. Biz keçək. Sabahdan transfer xəbərimiz yoxdur. Təəssüf ki, Sabah bir qədər öz heyətini qoruyub və qoruduqdan da əlavə nə gözləyir klublar? Çempionlar Liqasında birincini keçim, ikinci təsnifatı hiss eləsələr ki, yox, ikinci təsnifatı hiss eləsələr ki, artıq keçirlər. Məsələn, fərz eləyək ki, Bakıda Kups komandası olacaq böyük ehtimalla. Kupsu 3-0 məğlub etdi. Artıq üçüncü təsnifat üçün yaxşı transfer ehtiyac var. Sabah transfer strategiyasında çox ağıllı davranır. Yəni lazımdırsa alır və lazım deyilsə artıq pul xərcləyib o skamyasını doldurmaq istəmir. Və keçirəm artıq digər klublarımızda olan xəbərlərə. Rafael, mən keçid alıram başqa klublarımızdan olan xəbərlərə. Ümumi danışacağam artıq. Sumqayıt Futbol Klubu yeni baş məşqçi təyinatı alıb. Bu kimdir? Portuqaliyada União de Leira'da da baş məşqçi olub, Paços de Ferreira'da baş məşqçi olub, Felipe Candido bundan sonra Sumqayıtın uğurları üçün çalışacaq. Maraqlıdır ki, şəxsən artıq Portuqaliya liqasından oyunçu alırdı, artıq baş məşqçiləri də imişli gətirmişdi. Artıq Qarabağ, Sumqayıt da gətirdi. Maraqlı olacaq görək Felipe Candido kimləri transfer edəcək? Böyük ehtimalla yenə yönələcəklər. Portuqaliya 2-ci, 3-cü liqasına oradan futbolçular gətirəcəklər. Elə Zirə də məsələn Portuqaliyalı bir yarım müdafiəçi gətirmişdi. Vierinyanı. Belə Zirənin oyunundan sonra 3-0 Torpedo Kutaisini məğlub etdi və ondan sonra Eren Aydına da sual veriblər ki, millimizdə oynamaq istəyərdim yoxsa yox. Bildirib ki, niyə də yox. Yəni, əgər dəvət olarsa, mən milli komandada da forma geyinmək istəyərəm. Eren Aydın da çox yüksək səviyyədə keçirir çempionatımızı. İkinci çempionatımızda son 4-5 ayda bu futbolçu doğrudan da parlayır. Və Instagram səhifəmizdə açıqladığımız daha bir xəbər, Kərim Rossi Qəbələ klubuna keçdi. Elə bugün Qəbələ klubu da şəkil paylaşmışdı. Kakaber Çıxadadze ilə Kərim Rossi Qəbələdə ötən mövsümdə çatmırdı. Qol vuran. Bitiricilik. Kərim Rossi də... Massimo saç başı oldurur. Bəli, Massimo da elə getdi Qəbələdən ayrıldı və Kərim Rossi də doğrudan da bitiriciliyi üçün əla bir futbolçudur. Və keçid alırıq növbəti transferə. Növbəti transfer xəbəri Şəfa Futbol Klubunun adı ilə bağlıdır. Şəfa dayanmır və Qazabastı klub artıq xarici futbolçuları gətirirlər. Şəfa Dilan Mertens ilə 30 yaşlı yarım müdafiəçi ilə müqavilə imzaladı. Kimdir bu futbolçu? Valendamda oynayıb, Telstarda oynayıb, Batev Plavdivdə oynayıb, Fakel Varenajda oynayıb. Son klubu yenə də Telstar olub. Fakel və Telstarda birgə ümumiyyətlə son mövsüm 50 oyuna çıxıb. Yəni iki klubla 50 oyuna çıxıb bu futbolçu. Məncə kifayət qədər təcrübəli futbolçu. Azərbaycan liqası üçün, Şəfa üçün təcrübəli bir futbolçudur. Həm də oynayan futbolçudur. 50 oyun oynamaq çox böyük göstərici. 50 oyunu ona görə vurğuladım ki, yəni aktiv futbolçudur. Və Rafael Şəfa bu transferlərə doymur. Klub sanki Avrokuboklarda çıxış edir və çatdırmaq istəyir transferlərə. Hələ qarşısında uzun bir müddət var, ancaq gətirib indidən uyğunlaşdırmaq istəyir. Son olaraq Tikves, Şimali Makedoniyanın Tikves klubunda oynayan Musa Guelini, 27 yaşlı futbolçunu Şəfa klubu transfer edib, Red Star'da oynayıb. Fransadan maraqlıdır ki, Samsunsporun da heyətində çıxış edib bu futbolçu. Məncə yaxşı transfer olacaq Şəfa adına. Şəfa çox böyük sürpriz demək olar kluba. Bizim üçün gələn mövsüm çox maraqlı bir şey olacaq. Ya imişli kimi liqada qalır, bizi təcrübələndirəcək, ya da gedəcək aşağı. Yox, məncə aşağı getməyəcək. Klubun çox böyük iddiaları var, düzgün idarə olunurlar, amma
bir problem nədir ki, bir illik müqavilələr onu göstərir ki, bir tərəfdən Hələ- ağıllı iş görürlər. Bir tərəfdən də əmin deyillər. Bir tərəfdən də əmin deyirlər ki, gəlin, yəni kluba yük olmasın. İkinci diviziona klub Bəli, düşəndən sonra O müqavilələri əməlli əldən başlı çıxartmalı. müqavilələrlə yüklənə bilərlər. Amma məsələn Musa Gueli gəldi, fərz edək ki, hər hansı bir hücumçu şəfada 15 gol vurdu. Yəni o futbolçunu artıq saxlamaq qeyri-mümkündür. Bəli, Yəni bəli. burada Digər o model var klublarımızı ki, götürəcəyəm. sən transfer edəcəyin futbolçudan nəsə əldə edə bilməyəcəksən satış. Bəli, Ya da bəli. ki, mövsümün ortasında onun doğru diləcə Yarı saqqızını qiymətli uğurlayıb almaq Hə. olar. 2-3 illik müqavilə imzalamaq olar və keçək digər bir transfer xəbərimizə. Hertha Berlin klubu Raul Süleymanovu transfer etdi. Transfer etdi deyəndə, yəni Raul Süleymanov 2 ildir artıq Hertha'nın heyətində oynayırdı artıq, amma 16 yaşı tamam olduğuna görə bu futbolçu ilə müqavilə imzalaya bilirlər. Azərbaycan U16 millisinin də üzvüdür bu futbolçu, yarım müdafiəçidir. Raul Süleymanova da Karyerasında Hertha karyerasında uğurlar arzu edirik. Və digər bir xəbərimiz Mingəçevir klubu ilə bağlıdır. Mingəçevir klubu məlumata görə artıq mövsümü 225 min manat borcla başa vurub bu klub. Yəni hal-hazırda maliyyə böhranı yaşayır. Baş məşqçi Ramiz Məmmədov da Karvan Yevlax klubuna keçdi. Yəni Vəziyyət yaxşı deyil. Nəsə tərpəniş olmasa Mingəçevir klubu tarixin küllü səhifələrinə qatılacaq, amma belə olmasını istəmirdik. Bir müddət hətta Çox yaxşı gəlirdilər. Yaxşı gəlirdilər. Komandaya sponsorlar da oldu. Artıq orada bəzi səbəblərdən komanda belə deyək, Öz getdiyi yoldan döndü. Bəli, maliyyə böhranı yaşadı. Məncə Mingəçevir klubunu, Mingəçevirdə futbolu çox sevirlər. Mingəçevir klubunu xilas olunmalıdır və Azərbaycan çempionatına, Premyer Liqaya qayıtsa Mingəçevir maraq qatar, bilirik ki, öncələr Energetika adı ilə çıxış edirdi. Yəni ya Energetik, ya Mingəçevir adı ilə elə Premyer Liqamızda görmək istəyərdim bu klubu. Bu qədər Rafael. Dostlar, növbəti transfer radarının da artıq sonuna gəldik. Kanalımıza abunə olmağı unutmayın, videonu bəyənin və öz fikirlərinizi, iradlarınızı, təkliflərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Sağ olun. Növbəti həftənin 6-cı günü görüşənədək hələlik. Sağ olun.